Salam, hər vaxtınız xeyir olsun. Bu dərsimizdə mən sizə elektron imza və elektron sənəd haqqında qanunun davamını izah edəcəm və başlayırıq üçüncü maddədən. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi. Elektron formada və yaxud sertifikatsız olduğuna görə, yəni elektron olduğu üçün, sertifikatsız olduğu üçün, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığı üçün elektron imza etibarsız sayıla bilməz. Yəni biz deyə bilmərik ki, bunun sertifikatı yoxdur, etibarsızdır. Və ya da sertifikatlaşdırılmamış imza ilə yaradılıb etibarsızdır. Belə bir şey yoxdur. Üç əsasa görə etibarsız sayıla bilməz. Elektron formada olduğu üçün, sertifikatsız olduğu üçün və yaxud da sertifikatlaşdırılmamış imza ilə yaradıldığı üçün biz elektron imzanı etibarsız saya bilmərik. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, qanunvericilikdə göstərilmiş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələrinin yaradılmış, yəni sertifikatlaşdırılmış imza ilə yaradılıb bu və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzasına bərabər sayılır. Bax, həmişə yox ha, bu qanunvericilikdə göstərilmiş hallar var. Həmin o hallardan başqa digər hallarda sertifikatlaşdırılmış imza ilə yaradılan və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzasına bərabərdir. Deməli, hansıdır əl imzasına bərabər olan? Təkmil sertifikatlı gücləndirilmiş imza əl imzasına bərabərdir. Əgər həmin bu təkmil sertifikatda imza sahibinin səlahiyyətləri də göstərilibsə, bax, deməli, təkmil sertifikatlı gücləndirilmiş imza əl imzasına bərabərdir. Təkmil sertifikatlı gücləndirilmiş imzada imza sahibinin səlahiyyətləri də göstərilibsə, o zaman kağızdakı möhürlə təsdiq olunmuş əl imzasına bərabər sayılır bu elektron imza. Deməli, səlahiyyət varsa möhür var da. Görsən, təkmil sertifikatlı gücləndirilmiş imza adi əl imzasıdır. Səlahiyyətlər də göstəriləndə möhürlə təsdiq olunmuş əl imzasıdır. Ona görə yadda saxlayın ki, səlahiyyət varsa möhür var. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əgər sənədin yazılı şəkildə təqdim olunması tələb olunursa, bir sənəd bizdən yazılı şəkildə tələb olunursa, həmin o bayaqki saydığımız təkmil sertifikatlı gücləndirilmiş imza, imza sahibinin səlahiyyətləri göstərilən təkmil sertifikatlı gücləndirilmiş imza bu şərtlərə cavab verən hesab olunur. Yəni tələb olunan şərtlərə cavab verən hesab olunur. Yəni kağız daşıyıcıdakı yazılı formada təqdim olunmuş sənədlə eyni şeydir də bu. Azərbaycan qanunvericiliyi ilə sənədin əgər notarius tərəfindən təsdiqinə ehtiyac varsa və yaxud da dövlət qeydiyyatına ehtiyac varsa, deməli notarius təsdiqi və dövlət qeydiyyatı. Bunlar tələb olunduğu hallardan başqa, bu hallar istisna olmaqla, yəni həmin hallarda yox, bunlardan başqa digər hallarda elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabərdir və eyni hüquq qüvvəyə malikdir. Bərabər tutulur və eyni hüquqi qüvvəyə malik sayılır. Deməli, haçan notarius tərəfindən təsdiqi və dövlət qeydiyyatı tələb olunan hallardan başqa, yerdə qalan hallarda elektron sənəd kağız sənədinə eyni şeydir. Bərabər tutulur və bərabər hüquqi qüvvəyə malikdir. Əgər sənədin notarius tərəfindən, yəni notariat qaydasında təsdiqinə ehtiyac varsa və yaxud da dövlət qeydiyyatına ehtiyac varsa, təbii ki, bu sənəd və yaxud həmin sənədin surəti, ya elektron sənədin özü, yaxud da ki, onun surəti, fərqi yoxdur. Bunların hər biri qanunvericiliyə müvafiq olaraq qeydiyyata alınır və təsdiq edilir. Yəni, əgər notariat qaydasında təsdiq olunursa, təsdiq olunmalıdır. Dövlət qeydiyyatına ehtiyac varsa, dövlət qeydiyyatına alınmalıdır. Yəni, bu aydın məsələdir. Biraz cümləni qarışıq yazır. Demək istəyir ki, bu sənədin notariat qaydasında təsdiqinə və dövlət qeydiyyatına ehtiyac varsa, həmin sənədin özü və ya da surəti müvafiq qaydada qeydiyyata alınır və təsdiq edilir. Notariussa təsdiq edilir, dövlət qeydiyyatına ehtiyac varsa, dövlət qeydiyyatına alınır. Ehtiyac olan nəsə onu eləyirlər də, yəni. Sonra bir cümləni xüsusiyyətlə saxlayın ki, bu da bazada olan suallardan biridir. Deyir, məlumat bildirişinin və elektron sənədin istifadəsi hər ikisinin, həm məlumat bildirişinin istifadəsindən söhbət gedir, həm də elektron sənədin istifadəsindən söhbət gedir. Bunların ikisinin istifadəsi bu qanunla tənzimlənir, bir də digər normativ hüquqi aktlarla tənzimlənir. Bu qanunla və digər normativ hüquqi aktlar. Normativ xarakterli yox ha, normativ hüquqi aktlarla tənzimlənir. Nəyin istifadəsi? Məlumat bildirişinin və elektron sənədin istifadəsi. Keçək növbəti maddəyə, elektron imza və elektron sənəd haqqında qanunvericilik. Bunlar nədən ibarətdir? Bu şablon sözdür, bir çox qanunlarda bu qeyd olunub onsuz da. İbarətdir Azərbaycan Konstitusiyasından, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən bu iki, bir konstitusiya, iki beynəlxalq müqavilə.
3 mülki məcəllə, 4 bu qanunun özü. Yəni bu qanunla demək istədiyi budur ki, elektron imza və elektron sənəd haqqında qanun 4 bu, dövlət sirri haqqında qanun 5, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun 6 və digər normativ hüquqi aktlar da 7. Bax bunlardan 7 dənəsindən ibarətdir. Soruşanda ki, elektron imza haqqında qanun vericisi nədən ibarətdir? Konstitusiya, beynəlxalq müqavilə, mülki məcəllə, bu qanun, dövlət sirri, informasiya əldə etmək haqqında qanun yoxdur ya. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun 6 və digər normativ hüquqi aktlarda 7. Bu 7 dənəsindən ibarətdir. Və yadda saxlayaq ki, ələt azad iqtisadi zona olduğu üçün orada elektron imza ilə bağlı, elektron sənədlə bağlı münasibətlər ələt azad iqtisadi zonası haqqında qanunun tələblərinə uyğun tənzimlənir. Bununla yox, həmin qanunun tələbləri ilə tənzimlənir. Gəlirik elektron imzanın istifadəsinə. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Yəni belə deyək də, mənim məlumatlarımdan istifadə edib bu imzanı yaratmısansa, bu imza mənə məxsusdur. Və imza sahibinin bir neçə imza yaratma məlumatları ola bilər. Bir dənə olmur, yəni 3 dənə də ola bilər, 5 dənə də ola bilər, bir dənə də ola bilər, problem yoxdur. Yəni bir neçə də ola bilər də. Və onların hər biri öz sertifikatlarında göstərilən münasibətlərə uyğun istifadə olunur. Hər bir imzanın öz sertifikatı olur. Orada sertifikatında bunun əsasən təyinatı göstərilir də. Hər imzanın öz təyinatı. Məsəl üçün, deyək ki, mənim bir dövlət orqanında iş yerim var. Dövlət orqanına mənə bir imza veriblərsə, həmin dövlət orqanı ilə bağlı mən bu imzadan istifadə edəcəm. Və yaxud da mənim kənarda bir, deyək, mənzili inşaatı dövlət agentliyindən ev almaq üçün özümə bir elektron imza almışam. Həmin elektron imza ilə o qeydiyyat proseslərində iştirak edəcəm. Hər bir imzanın öz sertifikatı var. O sertifikatda da onun təyinatı, istifadə məqsədləri göstərilir. Ona görə də sertifikatlarında göstərilən münasibətlərə uyğun istifadə edilir. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək üçün imza sahibinin şəxsiyyətini identikləşdirmək, yəni onun sahibinin şəxsiyyətini ortaya çıxarmaq, müəyyənləşdirmək üçün imzanın yoxlanılması həyata keçirilir. Yəni bu imza yoxlanılır. Nə üçün yoxlanılır? Həqiqiliyini təsdiq etmək, şəxsiyyətini identikləşdirmək. İmzanın sahibindən söhbət gedir təbii ki. İmzanın həqiqiliyi, imza sahibinin şəxsiyyəti. Bunun üçün onun yoxlanılması həyata keçirilir və yoxlama da ki, yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır. Yoxlama necə aparılır? İmza vasitələrindən istifadə edilir, yoxlama məlumatları əsasında aparılır. Elektron imzanın yoxlanılması qaydasını müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti müəyyənləşdirir. Yəni onun müəyyənləşdirdiyi qaydada yoxlanılma aparılır. İmza sahibi əgər sertifikatı olmayan imzadan istifadə edirsə, tutaq ki, mən bir sənəd göndərərkən sertifikat olmayan imzadan istifadə edirəm. Bu zaman qarşı tərəfi, yəni kimə göndərirəmsə bu sənədi, həmin o tərəfi xəbərdar etməliyəm. Sertifikatı olmayan imzadan istifadə edəndə mütləq qarşı tərəfi xəbərdar etmək lazımdır. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi. Dövlət hakimiyyəti və yerli özünədarətmə orqanları, yəni həm dövlət hakimiyyəti orqanları, həm də bələdiyyələr deyək də, bunlar informasiya sistemlərində elektron sənədlərin mübadiləsi üçün ancaq və ancaq, yəni yalnız demək istəyir də, ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edirlər. Hər ikisindən. Dövlət hakimiyyəti ilə bələdiyyələr, yəni yerli özünədarətmə orqanları gücləndirilmişdən və sertifikatlaşdırılmışdan istifadə edirlər. Başqa variantları yoxdur, çünki ancaq bundan istifadə edirlər. Və həmin orqanlar, dediyimiz kimi, dövlət hakimiyyəti orqanları ilə yerli özünü idarəetmə orqanları sahə üzrə akkreditə edilmiş mərkəzin xidmətlərindən, yəni bir var sertifikat mərkəzləri xidmətindən alsınlar. Bir də var biz əvvəldə keçmişdik, akkreditə edilmiş sertifikat mərkəzi xidmətləri. Deməli, bunlar akkreditə edilmişdən almalıdırlar. Çünki akkreditə edilmiş nəyi verir? Təkmil sertifikat verir akkreditə edilmiş mərkəz. Adi sertifikat xidmətlər mərkəzi adi sertifikat verir. Amma akkreditə edilmiş mərkəz isə təkmil sertifikat verdiyi üçün dövlət hakimiyyət orqanları, yerli özünü orqanları belə çıxır ki, təkmil sertifikatlı elektron imzadan istifadə etməlidirlər. Yəni onlar akkreditə edilmiş mərkəzin xidmətlərindən istifadə etməlidirlər. Dövlət hakimiyyəti və yerli özünü orqanlarına, yəni hər yerə yox, təbii ki, bu iki dənəsinə, yəni bələdiyyələrə, dövlət hakimiyyəti və yerli özünü orqanlarına fiziki və hüquqi şəxsin göndərdiyi, özləri bildi ki,
gücləndirilmiş imza, sertifikatlaşdırılmış imza vasitələridir. Bəs fiziki və hüquqi şəxsin göndərdikləri necə olur? Fiziki və hüquqi şəxs həmin o dövlət hakimiyyət orqanına, bələdiyyə orqanına göndərdiyi məlumat bildirişi gücləndirilmiş imza ilə təsdiqlənməlidir. Gücləndirilmiş imza ilə təsdiq edilməlidir. Baxın, fiziki və hüquqi şəxslər öz aralarında adi elektron imzadan istifadə edə bilərlər. Lakin onlar bu məlumat bildirişini əgər dövlət hakimiyyət orqanlarına və yaxud da yerli özünü idarə etmə orqanlarına göndərirlərsə, onu gücləndirilmiş imza ilə təsdiqləyib göndərməlidirlər. Belə adi halda isə ürəkləri hansından istəyir, ondan istifadə edə bilərlər. Dövlət hakimiyyəti və yerli özünü idarə etmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası, yəni necə istifadə olunması, bu da yenə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşir. Bu da Nazirlər Kabinetidir. Çünki dövlət hakimiyyəti orqanlarına, yerli özünü idarə etmə orqanlarına bizim yanaşmamız biraz fərqli oldu da. Fərqli olduğu üçün o orqanlar tərəfindən də bu imzadan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Gəlirik elektron imzanın korporativ informasiya sistemində istifadəsi. Korporativ informasiya sistemində, yəni təşkilatlarda, müəssisələrdə, yəni bir neçə işçidən ibarət olan qurumlarda elektron imzanın istifadə edilməsi sisteminin daxili normativ sənədləri ilə və yaxud da ki, iştirakçılar arasındakı müqavilə ilə tənzimlənir. Yəni ya həmin o deyək ki, bir təşkilat götürək bir nazirlikdə, nazirliyin özünün elektron sənəd dövlət sistemi varsa, bunun özünün daxili əmrləri var, daxili tənzimləyici normaları var. Ya o sənədlər nə olur və yaxud da ki, burada iştirakçılar var da, imzanı sənə o xidmət təklif edən bir şirkət var ki, sən o şirkətin sistemindən istifadə edirsən də, bu iştirakçılar sayılır da. İştirakçılar arasındakı müqavilə ilə tənzimlənə bilər. Hər ikisi mümkündür. Daxili normativ sənədlər və ya iştirakçılar arasındakı müqavilə. Bunlarla tənzimlənə bilər. Korporativ informasiya sisteminin daxili normativ sənədlərində və yaxud da ki, iştirakçılar arasındakı müqavilədə imzanı istifadə edən şəxslərin hüquq və vəzifələri olmalıdır. Yəni, müqaviləsə burada kimin hüquqları hansılardır, vəzifələri nələr, bunlar olmalıdır. Daxili normativ sənədlər də eyni qaydada. Hüquq və vəzifələridir. İstifadə qaydalarına riayət edilməməsinin nəticəsində vurulmuş zərərin tənzimlənməsidir. Yəni, tutaq ki, mən düzgün istifadə etməyəndə ziyan vurdumsa, bunlar necə tənzimlənməlidir? Bu məsələlər hamısı nəzərdə tutulmalıdır. O daxili normativ sənədlərdə də nəzərdə tutula bilər, iştirakçılar arasındakı müqavilədə də nəzərdə tutula bilər. Hər iki variant mümkündür. Korporativ informasiya sisteminə xidmət edən mərkəzlər, hansı mərkəzlər? Həm sertifikat xidmətlər mərkəzi, həm də akkreditə edilmiş sertifikat xidmətlər mərkəzi. Burada mərkəzlər deyəndə hər ikisindən söhbət gedir. Bu mərkəzlər sistemin mülkiyyətçisinin qərarı və ya iştirakçıların razılaşması əsasında formalaşdırılır. Deməli, korporativdə xidmət edən mərkəzlər, deyək ki, mən tutaq bir dövlət müəssisəsiyəm, bu korporativ informasiya sistemi sayılır da dövlət müəssisəsi. Bu dövlət müəssisəsinə xidmət edən akkreditə edilmiş mərkəz ola bilər və sertifikat xidmətlər mərkəzi ola bilər, fərqi yox. Bunların mərkəzlərin kim olması ya mülkiyyətçinin qərarı ilə müəyyənləşir, yaxud da iştirakçıların razılaşması ilə müəyyənləşir. Deməli, korporativdə xidmət mərkəzlərin hansı olması mülkiyyətçinin qərarında ola bilər, iştirakçıların razılaşmasından da ola bilər. Bunun əsasında formalaşdırıla bilər. Korporativ informasiya sisteminə xidmət edən mərkəzlərin fəaliyyəti, sertifikatların tərkibi, sonra sertifikat xidmətlərin göstərilməsi, yəni sertifikatın reyestrin aparılması, bir də sertifikatların saxlanması qaydaları sistemin daxili normativ sənədləri ilə tənzimlənir. Görün, nələr daxili normativ sənədlərlə tənzimlənir. Korporativdə mərkəzlərin fəaliyyəti, sertifikatların tərkibi, xidmətlərin göstərilməsi, reyestrin aparılması, hamısı sertifikata aid təbii ki, saxlanması, yəni saxlanma qaydaları, bunlar hamısı sistemin daxili normativ sənədləri ilə tənzimlənir. Harda? Korporativ informasiya sistemində. Korporativ informasiya sisteminin sertifikat xidməti mərkəzi sistemdənkənar informasiya sisteminin istifadəçilərinə xidmət göstərə bilər. Belə hal olduqda, xidmət göstərdikdə, mərkəz bu qanunda nəzərdə tutulmuş müddəalara uyğun olmalı və fəaliyyət göstərməlidir. Deməli, mərkəz, yəni sertifikat xidmətləri mərkəzi əgər sistemdən kənar istifadəçilərə xidmət göstərirsə, yəni həmin
Deyək ki, nazirliyin özünə xidmət göstərməlidir. Əgər nazirliyin özündən kənar kimlərəsə xidmət göstərirsə, sistemin istifadəçilərinə xidmət, yəni o sistemdən istifadə edən kimlərsə onlar belə deyək də, bir nazirliyin sistemini götürün, dilimdə dolaşdı. Həmin nazirlik korporativ informasiya sistemidir. O nazirliyə bir sertifikat xidməti mərkəzi xidmət göstərir də. Biz bayaq demişdik ki, onlara akkreditə edilmiş də xidmət göstərə bilər, adi sertifikat xidmətdə xidmət göstərə bilər. Amma burada ancaq söhbət gedir adi sertifikat xidmət mərkəzindən. Əgər sistemə adi sertifikat xidmət mərkəzi xidmət göstərirsə, həmin o mərkəz sistemlə kənar da işlər görə bilər. Sistemlə kənar da bu istifadəçilərə xidmət göstərə bilər. Yəni o korporativin üzvü olmayan, kənardan o korporativlə əlaqəli işləyən şəxslər də xidmət göstərə bilər. Belə hal olanda mərkəz, yəni həmin sertifikat xidmətlər mərkəzi bu qanunda nəzərdə tutulmuş müddəalara uyğun olmalıdır və qanunun tələblərinə uyğun fəaliyyət göstərməlidir. Uyğun olmalıdır və fəaliyyət göstərməlidir. Yəni qanunun tələbində göstərilən şərtlər daxilində sistemdən kənar fəaliyyət göstərə bilər, o xidmət göstərə bilər. Əks halda ancaq korporativin öz üzvlərinə xidmət göstərmək lazımdır. Başa düşürəm nə qədər qəliz olduğunu. Mən sizi yaxşı anlayıram, amma diqqətlə öyrənmək məcburiyyətindəsiz. Düzdür, biraz insan beyni bunu mənimsəməyə çətinlik çəkir. Mən də sizinlə razıyam, amma başa düşəndən sonra, biraz düşünə-düşünə, təhlil edəndən sonra anlayırsan ki, hə, nə demək istəyir əslində bu qanun bizə. Gəlirik növbəti maddəyə. Elektron imza xidmətlərinin subyektləri. Yəni subyekt deyəndə tərəflər demək istəyir də. Elektron imzadan istifadə zamanı imza sahibi, sertifikat xidmətlər mərkəzi, akkreditə edilmiş mərkəz, müvafiq icra hakimiyyəti orqanı arasında yaranmış hüquqi münasibətlər, deməli, subyektlər hansılar oldu? Deməli, imza sahibidir, mərkəzdir, edilmiş mərkəzdir, müvafiq icra hakimiyyəti orqanıdır. Bunların arasında yaranmış hüquqi münasibətlər Azərbaycan qanunvericiliyinə, bu qanuna və tərəflər arasındakı müqaviləyə uyğun tənzimlənir. Müqaviləyə. Deməli, soruşsa ki, hüquqi münasibətlər, subyektlər arasında hüquqi münasibətlər nə ilə tənzimlənir? Oldu üç dənəsi ilə. Qanunvericiliklə, bu qanunla və müqavilə ilə. Amma hansı hüquqi münasibətlərdən söhbət gedir? Daha doğrusu kimlərin arasında hüquqi münasibətlərdən söhbət gedir? İmza sahibinin, mərkəzin, akkreditə edilmiş mərkəzin və müvafiq icra hakimiyyəti orqanının hüquqi münasibətlərindən söhbət gedir. Sertifikat xidmətləri mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi. Mərkəz, yəni sertifikat xidmətləri mərkəzi Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl, mən sertifikat xidmətləri göstərəcəm, 30 gün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına məlumat verməliyəm və qeydiyyatdan keçməliyəm ki, mən belə bir xidmət göstərmək istəyirəm. Azərbaycanda fəaliyyət göstərmək istəyirsə 30 gün əvvəl bunu eləməlidir. Məlumat verib qeydiyyatdan keçməlidir. Məlumatda mərkəz kimi fəaliyyət göstərməyə iddiaçı şəxsin, yəni mən tutaq ki, bu işlə məşğul olmaq istəyirəm, mən özüm iddiaçı şəxsəm də, mənim ünvanım olmalıdır, iddiaçı şəxsdən söhbət gedir. İddiaçı şəxsin ünvanı olmalıdır, hüquqi status olmalıdır, maliyyə, texniki, kadr imkanları, fəaliyyətinin xüsusiyyətləri, bunlar göstərilməlidir. Yəni mən iddiaçı şəxs kimi harda yerləşirəm, mənim hüquqi statusum nədir, mən hüquqi şəxsəm, fiziki şəxsəm və dövlət təşkilatıyam, nəyəm də mən? Maliyyə imkanlarım nə yerdədir, texniki vəziyyətim nə yerdədir, yəni texniki imkanlarım varmı bununla bağlı və yaxud da kadr imkanlarım varmı, fəaliyyətimin xüsusiyyətləri nədən ibarətdir? Bax, bunlar göstərilməlidir mənim müraciətimdə. İddiaçı şəxs olaraq mənim müraciətimdə bu məlumatlar göstərilməlidir. Hüquqi şəxs bu məlumatlara dövlət qeydiyyat şəhadətnaməsi və nizamnaməsinin surətini də əlavə eləməlidir həmçinin. Deməli, dövlət qeydiyyatı şəhadətnaməsi və yaxud da ki, nizamnamə. Bunların da surətini əlavə etməlidir hüquqi şəxs. Çünki fiziki şəxslərdə belə bir şey olmur da. Fiziki şəxs isə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olursa, həmin sənədləri əlavə etməlidir. Fiziki şəxs ola bilər ki, sahibkarlıqla məşğuldur, amma hüquqi şəxs yaratmayıb da, fiziki şəxs kimi fəaliyyət göstərir. O da həmin o təsdiq edici sənədləri əlavə eləməlidir. Təqdim edilmiş sənədlərin siyahısı qeydiyyat qaydaları ilə müəyyən olunur. İndi mərkəzin qeydiyyat qaydaları var. O qeydiyyat qaydalarında var ki, hansı sənədlər konkret təqdim olunmalıdır. Onların tam siyahısı qeydiyyat qaydaları ilə müəyyən edilir. Mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların elektron hökumət informasiya sistemi vasitəsilə əldə edilməsi, yəni müvafiq dövlət orqanından əldə edilməsi mümkündürsə,
Yəni orqan girib bunları sistemdən götürə bilirsə, mərkəzi qeydiyyata almaq üçün və yaxud da məlumatlar iddiaçı şəxsdən tələb olunmur. Bax, bilirsən nə demək istəyir? Tutaq ki, mən mərkəz olaraq, sertifikat xidmətləri mərkəzi olaraq qeydiyyatdan keçirmək istəyirəm. Müvafiq dövlət orqanına müraciət göndərirəm. Və müraciət göndərəndə mənim haqqımdakı məlumatları o müraciət etdiyim dövlət orqanının özü girib elektron hökumət informasiya sistemindən götürə bilir. Götürə bilirsə, onlar məndən, mən onları niyə verməliyəm? Onlar girib sistemdən üzü götürsün də. Bir də mən əziyyət çəkib o məlumatları niyə toplayım ki? Məsəl üçün, bu nəyə oxşuyur? Dövlət yol polisi əməkdaşı səni saxlayır, deyir ki, yol hərəkəti qaydasını pozmusan. Bilirsən ki, pozmuşam. Deyir ki, sənədləri təqdim edirsən, sənədlər üstündə yoxdur. O sənədlər sənin üstündə yoxsa o sənə cərimə yazmayacaq. Təbii ki, cərimə yazacaq sənə. O cəriməni necə yazacaq? Maşının qeydiyyat nömrəsinə baxacaq. Maşının qeydiyyat nömrəsi əsasında və sənin şəxsiyyət vəsiqənin əsasında bazadakı sənin haqqındakı məlumatları aşkarlayacaq. O məlumatları aşkarlayaraq sənin barəndə inzibati xəta haqqında protokol tərtib edəcək. Bu da həmin şeydir. Yəni, sən mərkəz kimi qeydiyyatdan keçmək üçün müraciət etmisənsə, həmin müraciət etdiyin orqanın özü sənin haqqındakı məlumatları elektron hökumət informasiya sistemindən əldə edə bilirsə, həmin sənədləri və məlumatları iddiaçı şəxsdən tələb etmir. Yəni, bu məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Çünki özü sistemdən götürəcək bunları. Belə sənədlərin, məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda isə onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında, yəni səndən soruşurlar ki, biz onu sistemdən götürə bilmədik. Əgər sən razısansa, biz səninlə bağlı müvafiq dövlət orqanına sorğu verək və yaxud da sənin razılığına sorğu verirlər təbii ki. Və yaxud da ki, sən bunu özün təmin elə, özün bu məlumatları ged oradan götür, gətir bizə ver. Görürsən nə asan bir şeydir. Deməli, elektron informasiya, hökumət informasiya sistemindən özləri çıxara bilirlərsə, onlar səndən tələb eləmirlər. Yox, çıxara bilmirlərsə, məlumatları sistemdən götürə bilmirlərsə, onda sənə deyirlər ki, razısansa biz sənin razılığından filan sistemə sorğu verib oradan götürək məlumatları. Və ya da özünə deyirlər ki, biz sorğu zad verməyək ki, özün həmin sistemdən məlumatları çıxar, gətir ver bizə. Və bu belə olmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində mərkəzin təqdim etdiyi sənədləri yoxlayaraq 30 gün ərzində yoxlayır. Çünki sən 30 gün qabaqcadan məlumat verirsən axı mərkəz kimi xidmət göstərmək istəyəndə. O da 30 gün müddətində sənin sənədləri yoxlayır, sənin qeydiyyatın barəsində qərar qəbul edir ki, bu fəaliyyətlə məşğul ola bilərsən, yoxsa yox. Təkmil sertifikat xidmətləri göstərmək üçün mərkəz müvafiq icra hakimiyyəti orqanında akkreditdən keçir. Çünki biz yadımıza salaq, nə demişdik? Adi sertifikatı kim verirdi? Sertifikat xidmətləri mərkəzi verirdi. Amma təkmil sertifikatı kim verirdi? Onu verirdi akkredit edilmiş mərkəz. Ona görə görürsünüz nətər məntiqi əlaqə ilə yazıb. Deyir ki, təkmil sertifikat xidmətləri göstərmək üçün deyir mərkəz, yəni xidmət göstərən mərkəz akkreditdən keçməlidir. Çünki təkmil sertifikatı akkredit edilmiş mərkəz verir. Ona görə o mərkəz özü gedib akkreditdən keçəndən sonra çevrilib olub akkredit edilmiş mərkəz olur. Onun statusu dəyişir artıq. Akkredit olunmuş mərkəz olsa, o zaman təkmil sertifikat verə bilər. Ona təkmil sertifikat verilir və həmin fəaliyyətlə məşğul ola bilər. Akkredit edilmiş mərkəzlərin sayına məhdudiyyət qoyulmur. Yəni, istənilən sayda ölkədə akkredit edilmiş mərkəz kimi qurum ola bilər ki, fəaliyyət göstərsin. Mərkəz fəaliyyətə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikat xidmətləri mərkəzləri reyestrinə qeydiyyat məlumatlarının daxil edilməsindən sonra başlaya bilər. Yəni, sən sertifikat xidmətləri mərkəzi kimi və ya akkredit edilmiş mərkəz kimi fəaliyyət göstərmək istəyirsənsə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən reyestrə daxil olunmalı sənin məlumatların. Reyestrə qeydiyyat məlumatları daxil ediləndən sonra artıq sən fəaliyyətə başlaya bilərsən. Amma müvafiq icra hakimiyyəti orqanı, yəni bu sertifikatı qeydiyyata alan orqan, mərkəzi qeydiyyata alan orqan, mərkəzi qeydiyyata almadan imtina edə bilər. Bu, müvafiq icra hakimiyyəti orqanının 99% ehtimalla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Çox ehtimal ki, yanıla bilərəm ha burada, ehtimal olaraq səhv edeyim. Bunu növbəti dərsdə mən bunun açıqlamasını sizə deyəcəm hansıdır. Deməli, müvafiq icra hakimiyyəti orqanı mərkəzi qeydiyyata almadan imtina edə bilər. Yəni, sən iddiaçı olaraq müraciət edirsən ki, mən sertifikat xidmətləri mərkəzi kimi fəaliyyət göstərmək istəyirəm. Müvafiq sənədlərin hamısını təqdim edirsən, amma o səni qeydiyyata almadan imtina edir. Hansı hallarda ola bilər bu? İddiaçı şəxs bu qanunun tələblərinə uyğun olmayanda. Yəni, sən standartın tələblərinə uyğun gəlmirsən. Bu birinci hal. İkincisi, təqdim edilmiş məlumatlar, sənədlər, məlumat və sənədlər bu qanunun tələblərinə uyğun olmayanda. Yəni, sənin sənədlərin qaydasında deyil. İddiaçı şəxs
yanlış məlumatlar təqdim edəndə, yəni yalan məlumat vermirsən. Dördüncüsü, informasiya sisteminin təhlükəsizliyinin auditinin nəticələrinə əsasən iddiaçı şəxsin mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmayanda. Yəni həmin iddiaçı şəxs mərkəz kimi fəaliyyət göstərməsi mümkün olmayanda da ona imtina verilir. Amma bu hardan bilinir ki, mümkün deyil? Təhlükəsizliyin auditinin nəticəsinə əsasən bu müəyyənləşir. Beşincisi, iddiaçı şəxsin sertifikatlaşdırma və ya vaxt göstəricilərinin qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyəti bu qanun və digər normativ aktların tələblərinə uyğun olmayanda. Deməli, sertifikatlaşdırma və ya vaxt göstəricisinin qeydiyyatı ilə bağlı fəaliyyəti var da onun. Həmin o fəaliyyət bu qanunun və digər normativ aktların tələblərinə uyğun gəlməyəndə də imtina edilir. İddiaçı şəxsin dövlətə vergi borcu olduğu da qeydiyyata alınmayacaq təbii ki. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda da qeydiyyata alınmasından imtina olunacaq. Mərkəzin qeydiyyatı və akkreditə edilməsi qaydaları həm qeydiyyatı, həm də akkreditə edilmə qaydaları, bunların hər ikisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Gəlirik 10-cu maddəyə, sertifikat xidmətləri. Sertifikat xidmətləri nə deməkdir? Yəni, və yaxud da mərkəzlər hansı sertifikat xidmətlərini göstərə bilər? Mərkəzlər imzanın istifadəsi ilə bağlı aşağıdakı xidmətləri göstərə bilər. Hansı xidmətlərdir bunlar? Birincisi, sertifikatın verilməsi. Yəni, imza sertifikat verirlər bu mərkəzlər. İkincisi, sertifikatın qüvvəsinin dayandırılması. Tutaq ki, mən artıq işdən çıxdım, mənim sertifikatın qüvvəsini dayandırırlar. Və ya da ki, vaxtı bitibsə onun yenidən bərpa edilməsi, sertifikatın ləğv edilməsi və bu işlər görürlər. Ondan sonra sorğulara əsasən sertifikatlar barədə bu qanunla və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məlumatların verilməsi. Yəni, sorğu verəndə sən sertifikatla bağlı, mərkəz sənin haqqındakı sistemdəki məlumatlara baxaraq sənə məlumat verə bilər. Bunu sorğuya əsasən eləyir. Vaxt göstəricilərinin qeyd edilməsi, imzanın üstündə vaxt göstərici görünsün də, yəni sənədin üstündə vaxt göstəricisi qeyd olunsun. Bunu Sertifikat Xidmətləri Mərkəzi eləyir. Vaxt göstəricilərinin qeyd olunması. Elektron imzanın yaradılması. Yaradılmasını da onlar eləyirlər. Yəni bir imzanı biz həmin mərkəzdən alırıq da. İmzanın istifadəsi üzrə məsləhətlər verilməsi ki, yəni biz bu imzanı necə istifadə edə bilərik? Bax, bu 6 məqsədlə bağlı mərkəz xidmət göstərə bilər. Sertifikat xidmətlərinin göstərilməsi qaydaları, yəni hansı qaydada xidmət göstərilməlidir? Bunun qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Sertifikat xidməti hansı formada göstərilməlidir? Bunu müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Dərsimizi burada yekunlaşdırırıq. Növbəti mövzumuzda artıq qanunun digər maddələrini mən sizə izah edəcəm. Yenə dediyim kimi, çalışın dəfələrlə izləyin bunu və başa düşməyə çalışın. Yoxsa bunu əzbərləməklə çox qəliz yadınızda saxlamaq çətin olacaq. Uğurlar hər birinizə. Dediyim kimi, həmişə olduğu kimi, nə sualınız olsa, şərh bölməsində yazmaqla və rəy bölməsində yazmaqla YouTube-da və yaxud əlaqə saxlamaqla məndən soruşa bilərsiniz. Uğurlar.